Ərəb dilindən tərcümədə adının mənası xoş, gözəl qoxu olan şamamanın ləti şirin deyil. Ancaq təbiət ona inanılmaz bir ətir bəxş edib. Naxçıvanda şamamanı dədə-babadan daha çox bostançılığın geniş inkişaf etdiyi Nehrəm qəsəbəsində əkiblər. Şamama görünüşcə qovuna oxşayan qədim bostan bitkisidir. Yetişmiş meyvəsi təbii və təravətləndirici kimi 10 gün müddətində, yəni meyvə tam yetişənədək otağı təravətləndirir. O vaxt bir qadirlərin masivində işləyən adamlar da onun kənarında xırdaca bostan əkərdi. Bostanda bu şamama bitkilərindən əkilirdi. Məqsəd o idi ki, şamamanın gözəl ətirli iyi var idi. Qoyurdun evə, evin qapısını açan kimi o gözəl isə xoş əhval-ruhiyyə verirdi. Hətta maşınlara da qoyduq. Maşının qabaqdan indi ətir qoyurlar. O vaxt şamama qoydular. Şamamanın qoxusu maşının qapısını açanda ətrafı bürüydü. Şamama bu məqsəd üçün istifadə olunurdu. Yemək üçün yox. Şamamanın iyi o vaxt qəşəng hiss olunur ki, şamama tam şəkildə yetişir. Tağın üstündə bostan bitkisidir. Tağın üzərində yetişir. Görürsən ki, sap-sarı saralıbdır. Saralandan sonra dərsən. Şal vaxtı dərsən, saralmamış, ona iyi gəlmir. Keçmişdə şamama gözəl ətirinə görə evin bəzi yerlərindən asılar, gəlin cehizinə, xonçalara, sandıqlara qoyulardı. Bugün isə onu daha çox evlərdə vitrinlərə və piştaxtalardakı qarpızların üzərinə düzürlər. Eyni qovun çoludur, yəni fərqi yoxdur. O belə yumru olur, çox böyük olmur. An yekəsi belə olur. 1 kilo, yarım kilo an yekəsi. İndi çox səndən effekt vermirlər şamamaya. Ancaq o vaxt elə gələn olurdu, elə oldu gəlirdilər, apardılar mağazinlərdə məsələn şamamanı satırdılar. Şəhərdə qoydular, məsələn, gəlirdilər, sırf şamama apardılar. Yəni alırlar da, alıcısı var. Bir növə atırdı da, yəni evə qoy, yəni təbii atır. Bir var ki, gəlib hardasa atır alasan, evi nəsə çorlayasan, uşağı zəhərləyəsən, bu təbii bir atırdı da. Qoyura özü öz atırını verir. Yemiş və qarpız sahələrinin kənarında əkilən şamamanın təbii ətri xoş əhval-ruhiyyə yaradır, depressiya və stresi, əsəbliyi aradan qaldırır. Bugün də bostanlara xoş ətir bəxş edən şamama fərqli rəngi ilə təkcə tarlaların bəzəyi deyil, həm də xalqımıza xas ənənələrin, kənd həyatının və yayın rəmzidir.